بسم الله الرحمن الرحيم الحمد لله الذي بعث رسوله بالهدى ودين الحق ليظهره على الدين كله ولو كره المشركون يريدون أن يطفئوا نور الله بأفواههم والله متم نوره ولو كره الكافرون اللهم صل على محمد وعلى آل محمد كما صليت على آل إبراهيم إنك حميد مجيد اللهم بارك على محمد وعلى آل محمد كما باركت على آل إبراهيم إنك حميد مجيد أما بعد Allah ve Resuluna iman etmekte tek olan Allah'a ve onun gönderdiği tek Resul'a tabi olmakta çətinlik çəkən insanlara, tərəddüd edənlərə, şək eləyənlərə və vəhiydən başqasını hidayət axtaranlara xitaban həmçinin müvahhid, müsəlman, Allah Azze ve Celle'ye təslim olub, Rasuluna itaat edən müsəlman qullara xitaban inşallah bəzi ayətlər oxumaq istəyirik Allah Subhanahu wa Ta'ala'nın kitabından. Allah Azze ve Celle buyurur: "İttabi' ma uhiya ileyke min rabbike la ilahe illahu ve a'rid anil müşrikin." Allah Azze ve Celle buyurur ki: "İttabi' ma uhiya ileyke min rabbik la ilahe illahu." Rabbindən sənə vəhy olana ittiba et, tabi ol. Ondan başqa ilah yoxdur və müşriklərdən üz çevir. Həmçinin buyurur: "Və enne hâzâ sirâtî mustaqîmen fettabi'ûh və lâ tettebi'us subule feteferraka bikum an sebîlih. Zâlikum vassâkum bihi leallekum tettekûn." Və bu mənim müstəqim olan sıratım, yolumdur. Ona tabi olun. Və Allah'tan və ondan başqa yollara tabi olmayın ki, o zaman Allah'ın yolundan uzaqlaşıb firqə olarsınız. Sizə bunu vəsiyyət edirik ki, bəlkə təqvalı olasınız. Və qal: "Və hâzâ kitâbun ənzəlnâhu mübârekun fettebi'ûh vettaqû leallekum turhamûn." Bu sizə indirdiğimiz kitaptır, mübarək bir kitaptır. Ona tabi olun və təqvalı olun ki, bəlkə rəhm olunasınız. Həmçinin Uca Allah buyurur: "İttabi'u ma unzile ileykum min rabbikum ve la tettebi'u min dunihi awliya'a qalilan ma tezekkerun." Rabbiniz tərəfindən nazil edilən şeyə tabi olun və ondan başqa himayədarlara, vəlilərə tabi olmayın. Siz çox az zikr edirsiniz, çox az xatırlayırsınız. وقال عز وجل: الذين يتبعون الرسول النبي الأمي الذي يجدونه مكتوبا عندهم في التوراة والإنجيل يأمرهم بالمعروف وينهاهم عن المنكر ويحل لهم الطيبات ويحرم عليهم الخبائث ويضع عنهم إصرهم والأغلال التي كانت عليهم فالذين آمنوا به وعزروه ونصروه واتبعوا النور الذي أنزل معه أولئك هم المفلحون. O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri Rəsulun, yazıb oxumaq bilməyən Peyğəmbərin ardında gedərlər. O, onlara yaxşı işlər görməyi əmr edər, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları bu xovrada xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, onun qədrini bilən, ona kömək edən və onunla göndərilmiş nurun ardında gedənlər isə nicət tapanlardır. Və qala subhanəh: "Vəttabi' mə yuhə ileykə vəsbir həttə yəhkumallahu və huvə xayrul hakimin." Allah hökmedene kadar səbr et ve sana vəhy olunan şeye tabi ol. Allah hökmedenlerin, hakimlerin en hayırlısıdır. فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَ رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِّن رَبِّكَ وَالسَّلَامُ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى. İkiniz de onun yanına gidin, yani burada hitap Musa ve Harun aleyhisselama değil. Her ikiniz onun yanına gidin ve deyin ki biz senin Rabbinin Resullarıyıq. Bizimle Bəni İsrail'i gönder, onlara əzab vermə. Biz sənə Rabbindən olan bir ayətlə gəlmişik. Hidayət üzərində olanlara salam olsun. Həmçinin Subhanahu ve Teala buyurur: "Qala hbita minha cemi'an ba'dukum li ba'din aduvun fe imma ya'tiyannakum minni hudan femen tabi'a hudaya
فمن اتبع هداي فلا يضل ولا يشقى ومن أعرض عن ذكري فإن له معيشة ضنكا ونحشره يوم القيامة أعمى قال رب لم حشرتني أعمى وقد كنت بصيرا قال كذلك أتتك آياتنا فنسيتها وكذلك اليوم تنسى وكذلك نجزي من أسرف ولم يؤمن بآيات ربه ولعذاب الآخرة أشد وأبقى. Allah Azze ve Celle Taha suresinde buyurur ki, o ikisini dedi ki, birbirinize düşman olduğunuz halda oradan inin. Sizlərə məndən hidayət gəldiyi zaman kim mənim hidayətimə tabi olsa əsla sapmaz və bədbəxt olmaz. Kim ki mənim zikrimdən üz çevirərsə onun üçün sıxıcı bir həyat vardır və onu qiyamət günü kör olaraq həşr edərik. Deyər ki, ey Rəbbim, niyə məni kör olaraq deyirdin? Axı mən görən birisi idim. Ona deyilər ki, bu belədir. Çünki bizim ayətlərimiz sənə gəldiyin zaman sən unutdun, sən də bugün beləcə unudulursan. Biz hər bir həddi aşanı israf edəni və Rəbbin ayətlərinə iman etməyənin cəzasını belə veririk. Axirət əzabı isə daha şiddətli və daha qalıcıdır. Həmçinin Allah Subhanahu ve Teala buyurur: "Vettabi' ma yuha ileyke min rabbika innallaha kana bima ta'malun xabira." Rəbbindən sənə vəhy olunana tabi ol. Həqiqətən Allah etdiyiniz əməllərdən xəbəri olandır. İnnemâ tunziru men itteba'a zikra ve haşiyar rahmana bil gayb. Febeşşirhu bi mağfiratin ve ecrin kerim. Allah Subhanahu ve Teala buyurur ki Yasin suresinde: İnnemâ tunziru men itteba'a zikra ve haşiyar rahmana bil gayb. Sən ancaq o kəsləri qorxuda bilərsən ki, zikrə tabi olublar və gizlində Ar-Rahmandan qorxurlar. Onları bir məğfirət və böyük bir kərim olan bir əcrlə müjdələ. Və qala azza və cəl: "Ellezîne yestemi'ûnel qawle feyettabi'ûne ahsaneh. Ulaikellezîne hedâhumullahu ve ulaikahum ulul albab." O kəslər ki, sözü dinləyirlər və ən gözəlinə tabi olurlar. Onlar o kəslərdirlər ki, Allah onlara hidayət vermişdir və onlar ağıl sahibləri olanlardır. Sözü dinləyib ən gözəlinə tabi olmaq, aləmən Rabbinin kəlamına tabi olmaqdır. Həmçinin Rabbimiz buyurur: "Vettabi'u ahsana ma unzila ileykum min rabbikum min qabli an ya'tiyakumul azabu baghtatan ve entum la teş'urun." Əzab sizə, siz fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazir edilən ən gözəl sözə tabi olun. Həmçinin Rəbbimiz buyurur: "Ellezîne yahmilûnel arşa ve men havlehu yusabbihûne bihamdi rabbihim ve yu'minûne bih ve yestağfirûne lillezîne âmenû rabbena vesi'te kulle şeyin rahmeten ve ilmâ faghfir lillezîne tâbû vettebe'û sebîleke ve qihim azâbel cehîm." Allah Azze ve Celle buyurur ki, o kəslər ki, ərşi daşıyırlar və onun ətrafında olanlar Allah Azze ve Celle'ni həmd və təsbih edirlər və ona iman gətirirlər və iman edənlər üçün bağışlanma diləyərək deyirlər: Ey Rəbbimiz, sən hər şeyi rəhmətinlə və elminlə əhatə etmisən, o kəsləri bağışla ki, fəğfir lillezîne təbu, tövbə ediblər və təbə'u səbilək və sənin yoluna tabi olublar. Onları cəhənnəm əzabından qoru. Diqqət edirsinizsə burada mələklər fəğfir lillezîne deyirlər. Ləm hərfi bu da təxsis yəni bildirir. Yəni onlar üçün, kimlər üçün bağışlanma deyirlər, kimləri bağışlamanı istəyirlər Allah Azze ve Celle'nin. O kəslər ki, tövbə ediblər və Allahın yoluna tabi olublar. Başqa yollara tabi olmublar. Onlar üçün bağışlanma deyirlər və həmçinin də deyirlər ki, onlara cəhənnəm əzabından qoru. Həmçinin Rəbbimiz buyurur: "Thumma ja'alnaka ala şeri'atin minel emri fattabi'ha ve la tattabi' ahva'ellezîne la ya'lemun. İnnehum len yughnu anke minallahi şey'a ve innel zâlimîne ba'duhum evliyâ'u ba'd vallahu veliyyul muttaqîn." Allah Subhanahu taala buyurur ki, sonra biz səni işlərdən bir şəriət üzərində etdik, ona tabi ol, bilməyənlərin hava və həvəsinə tabi olma. Şübhəsiz ki, onlar səni Allahdan heç bir şeydən qoruya bilməzlər. Zalimlər bir-birlərinin vəlisidir, Allah isə müttəqilərin vəlisidir.
وقال عز وجل والذين آمنوا وعملوا الصالحات وآمنوا بما نزل على محمد وهو الحق من ربهم كفر عنهم سيئاتهم وأصلح بالهم ذلك بأن الذين كفروا اتبعوا الباطل وأن الذين آمنوا اتبعوا الحق من ربهم edip salih ameller işleyenler ve Muhammed'e nazil olanlar ve o hak olan da odur. Rablerine gelen hak olan da odur. Allah Azze ve Celle onların pis emellerinin üstünü örter ve onların işlerini ıslah eder. Dikkat edin, burada Allah subhanahu hansı vəsləri verir? O kəslər ki, iman ediblər, salih əməl işləyiblər və Muhammedə nazil edilənə iman ediblər ki, o Rəbbi tərəfindən haqq olaraq, yəni gələn haqq olan şey odur. Allah Azze ve Celle məhz onların pis əməllərinin üstünü örtər və onların işlərini ıslah edər. Bu ona görədir ki, kafir olanlar batilə tabi olublar, iman edənlər isə haqqa tabi olublar. Həmin haqq hansı haqq idi? Hansı ki, Muhammed s.ə.və nazil olmuşdu Rəbbi tərəfindən. Və Allah Azze ve Celle insanlara belə misallar çəkir. Həmçinin Rəbbimiz buyurur: "Əfəmən ittəbə'a ridvanallahi kəmən bə'ə bisəxatin minallahi və mə'vahu cəhənnəm və bi'səl masir. Hum dərəcətun indallahi vallahu basirun bimə ya'malun." Məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri cəhənnəm olan bir kimsə ilə bərabər ola bilərmi? Ora nə pis qayıdış yeridir. فَانْقَلَبُوا بِنِعْمَةٍ مِّنَ اللّٰهِ وَفَضْلٍ لَمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُوا رِضْوَانَ اللّٰهِ وَاللّٰهُ ذُو فَضْلٍ عَظِيمٍ. Allah'tan olan bir nimetle geri dönün ve hiçbir pislik toxunmayan fəzlilə diye geri dönün. Allah'ın rızasına tabi olun, rızasına izləyin. Allah böyük bir lütf sahibidir. وقال يا أهل الكتاب قد جاءكم رسولنا يبين لكم كثيرا مما كنتم تخفون من الكتاب ويعفو عن كثير قد جاءكم من الله نور وكتاب مبين يهدي به الله من اتبع رضوانه سبل السلام ويخرجهم من الظلمات إلى النور بإذنه ويهديهم إلى صراط مستقيم. Ey kitap ehli, sizin yanınıza bizim Resulümüz gelmiştir. Sizin kitaptan gizlettiğiniz çok şeyi açıklayır ve çok şeyi de affedir. Ve size Allah tarafından bir nur ve apaçık bir kitap gelmiştir. O kitap, Allah o kitapla Allah'ın rızasına tabi olanları selamatlık yollarına yöneldir. Ve onları zulmetlerden nura çıkardır öz izniyle. Ve onları müstakim olan yola, sırat-ı müstakime hidayet ediyor. Oraya yöneldir. Həmçinin Rabbimiz buyurur: "Qul ara'aytum ma tad'un min dunillahi aruni ma'za khalaqu minal ard am lahum şirkun fis semavat ituni bi kitabin min qabli hada aw atharatin min ilm in kuntum sadiqin." Allah Subhanahu buyurur ki, de ki, necə bilirsiniz? Sizin Allah'tan başka ibadet veya dua etdikləriniz onları mənə göstərin ki, nəyi onlar yerdən nəyi xəlq ediblər və ya onların səmada bir şərikliyi mi vardır? Bundan əvvəlki olan bir kitab gətirin mənə və yaxud da bir elmdən bir iz gətirin mənə, əgər düz danışırsınızsa. Həmçinin Rabbimiz buyurur: "Qul ara'aytum şuraka'akumul-lezina tad'un min dunillahi aruni ma'za khalaqu minal ardi am lahum şirkun fis-semawati am ataynahum kitaban fahum ala bayyinatin min بل إن يعد الظالمون بعضهم بعضا إلا غرورا قل أروني الذين ألحقتم به شركاء كلا بل هو الله العزيز الحكيم." De, Allah'tan başka dua ettiğiniz şəriklər barədə düşündünüzmü? Bir mənə göstərin görün, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasının şərikliyi mi vardır? Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlillə istinad edirlər. Xeyr, zalimlər bir-birinə ancaq yalan vəd verirlər. De, ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr, o qüdrətli, müdrik olan Allahdır. قُلْ فَأْتُوا بِكِتَابٍ مِّنْ عِنْدِ اللّٰهِ وَأَهْدَى مِنْهُ مَا أَتَّبِعْهُ إِنْ كُنْتُمْ صَادِقِينَ.
De, əgər doğru deyirsinizsə, Allah tərəfindən elə bir kitab gətirin ki, bu ikisindən daha doğru yol göstərən bir rəhbər olsun və mən də ona tabi olun. Rabbana amanna bima anzalta vettaba'na'ar rasulə fektubna ma'aş-şahidin. Allah Subhanahu buyurur ki, yəni belə dua edərlər: Ey Rəbbimiz, sən nazil etdiyinə iman etdik və göndərdiyin Rəsula tabi olduq. Bizi şahid olanlardan yaz. Biz bəzi ayətlər zikr etdik və həmçinin deyirik ki, Allah Subhanahu Teala buyurur: فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنذِرَ بِهِ قَوْمًا لُدًّا فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ. Allah Subhanahu Teala oxuduğu bir ayətdə buyurur ki, biz ancaq onu sənin dilinlə asanlaşdırmışıq ki, müttəqiləri müjdələyəsən və inadkar qövmü də qorxudasan. Həmçinin növbəti ayətdə də buyurur ki, biz ancaq onu sənin dilinlə asanlaşdırmışıq ki, bəlkə zikr edib xatırlayarlar. Yəni, biz bu ayətləri zikr etdik və Allah Subhanahu Teala'nın dediyi sözləri haqq olan kəlamı zikr etdik. Bizə müxalif olan insanlar isə Allah və Rasuluna tabi olmağı istəməyən insanlardır. Onlar bunu istəyir qəbul etsinlər, istəyir qəbul etməsinlər. Bu belədir. Çünki yalnız Allaha və onun Rasuluna tabi olun deyən bir insana yəni etiraz necə oluna bilər? Əgər belə deyəndən sonra Allah və Rasulundan başqasına tabi olan birisi olsa, bəli, etiraz olunur ki, sözün haqda, amma özünü əməl etmirsən başqa. Əgər belə bir şey bizi görsələr, desinlər, biz də ondan tövbə edək, iman gətirək. Lakin belə bir şey görünmədiyi üçün, bizdən belə bir şey sadır olmadığı üçün, yəni insanlara yəni hidayət verən biz deyilik təbii ki. Sadəcə olaraq yəni danışıb özlərini yormamalarını yəni rica edirik ki, özünüzü yormayın. Biz Allah və Rasulundan başqasına çağırmırıq. Amma ondan başqasına çağıranlar çoxdur. Onlara tabi olanlar da nəyə tabi olduqlarını bir baxsınlar. Və axiru də'vanan elhamdülillahi rabbil alamin.